Salam, videoma xoş gəldiniz. Bugünkü videomda sizlərə 2 dənə video göstərəcəm. Amma videoya keçmədən öncə sizə deyim ki, bu suallar həqiqətən o qədər zordur ki, yəni necə deyim, Dədə Qorqud dastanlarında belə bu suallara söhbət gedir. Yəni sualları həqiqətən o qədər abartmayaq. Yəni sualları ilk dəfə görəndə çox da şok olmayın. Çünki birinci sual baxmayım bu qədər belə göründüyünü çox asan sualdır. İkinci sual da eyni şəkildə çox asandır. Niyəsə həqiqətən çox asandır. Mən bunu bir kitabdan götürmüşdüm. Yəni sual olaraq vermişdilər. İstədim onu paylaşam. Eyni şəkildə sizlərə bir də bir şey təqdim etmək istəyirəm. Yəni buraya girmə səbəbimiz ondan ibarətdir ki, gördüyünüz kimi belə bir kitab yazmışıq və kitabın içərisində fizika və riyaziyyata aid, fizika dediyimiz relativistik fizikaya aid bəzi məlumatlar, eyni şəkildə riyaziyyata aid edilən riyaziyyatdan suallar və izahlar var. Ops, heç nə olmadı mı? Aha, gördüyünüz bu hissədə, bu tam tutaq. Aha. İntegral izahı, eyni şəkildə buradan relativistik fizikaya aid olan çevrilmələr var, Lorentz transformları falan var. Eyni şəkildə bu hissələri keçdiyimizdə izahlı, sözlü izahlı var. Yəni izahlı şəkildə dəqiq göstərsək, çevrilmələr, hamısı nə desəniz var. Sonra buradan gördüyünüz göstərmək istədiyim bura deyildi tam olaraq. Bu da var məsələn belə bir deyib bunlar. Lagrange tənliyinə həll olunmuş enerji formulu çıxarmışdıq. Yəni xatırlayırsınız, izləmişsiniz videolarımı əvvəldən. Lagrange funksiyası ilə biz relativistik fizikada enerji formullarını çıxarmışdıq. Yəni buradan da gördüyünüz kimi o formulların çıxarılışı hamısını burada qeyd etmişik. Yəni buradan hamısını dəqiq şəkildə qeyd olunub. Yəni burada da teoremlər falan var, riyaziyyat bölməsi də var. Burada 2 qat inteqrallar var, 3 qat inteqrallar var, 3 qat integral həll yolları var. Aha, gördüyünüz kimi burada da belə bir inteqrallarımız var. Hər izahları var. Burada 3 qat inteqrallarımız var. Sonra Gauss inteqralı, bunu da izahını göstərmişdim. Buradan bir dənə göstərmişəm. Yəni hamısı var burada. Burada da sigma toplam işarətinə aid olan hesablamaları var. Buradan integral. Məsələn, bunun isbatını göstərmiş olmalıyım, amma yenə də göstərməmişəmsə, burada da qeyd etmişəm. Sonra buradan da fizikaya aid olan hissələr, bu fizikadan enerji düsturunun alınma hissəsi, sonra bəzi misallar var buradan, axırdan həqiqətən çox gözəl misallar var. Çox uzatmadan misalları da göstərim oradan. Yəni buradan belə həll yolları. Bu da misalımız, riyazi misalımız var burada məsələn. Belə bir sualımız, çox uzun bir sualdır. Əslində uzatmanın səbəbi izah etməyim oldu. Buradan yolda bayana çevir. Buradan belə bir izahlı getmişəm. Gördüyünüz kimi. Zaten yolu baştan öyrətdiyim üçün buradan böyle qısa kəsmişəm. Yolu əvvəlcədən öyrətdim. Yəni buradan da ikinci integralımız gəlir. Çoxlu integrallar var. Aha, burada da bir kvadrat olmalıdır. Onu çəkib göstərəcəm. Aha, burada da teoremə və bu Newtonun çox üst dərəcəli tənliklərini həll etməmiz üçün formuldur bu. Hətta burada da isbatı var. Böyle bir sual göstermişim ama bunu da tapırıq yazmışam. Sonra buradan Fourier arıcılığı var. Ona ait bir sualdır. Ama kısa kəsmişəm çünkü siz artıq formulu göstərirəm burada. Formulla necə getməyinizi göstərirəm. Nəticələri sizə qalıb. Birini göstərdim. İkinci tərəfdə zaten ondan əvvəlki şəkilləri göstərmişdim. Burada da teoremə var. Teoremə çox uzun misallardır bunlar. Görünür zaten. Burada da izahlı şəkildə Feynman integralı. Əvvəlki də Feynman integralı idi. Buradan Laplace, Lambert funksiyası. Sonra indiki yazacağımıza oxşar bir divergent funksiyası. Sonra buradan rezidü teoremi. O hissədə isə keçən dəfə keçdiyimiz o sigma toplam işarəti ilə yazırdıq z dönüşümü o. Sonra buradan beta funksiyası. Çox uzandı video. Yəni bu hissələr falan var. Yəni bunların hamısı izahlı şəkildə kitabımızda var. İstəsəz buradan izah gələr. İndi keçək sualımıza. Sualımızın birinci hissəsində bizdə nədən söhbət gedir? 2 dənə sual var. İndi ən asanından başlayayım sizlərə. İndi bu integral gördüyünüzdə, bu limitdə gördüyünüzdə -3t'nin limit t'ye yaxınlaşır və bu gördüyünüz bir uzunluq bildirir, vektordur. İndi birinci hissəyə baxaq, 0 qoyun, -0, 1. 1'dir bura. Bu t kvadrat bölünsün sin kvadrat t. Burada belə götürə bilərik. T bölünsün sin t'nin kvadratı. Limit içəriyə girdiyindən limit, yəni belə deyə bilərik. Limit edir 0'a t bölü sin t'nin kvadratı. Bu 1'i verdiğinden 1'in kvadratı 1. Üçüncü tərəf isə kosinüs 0 qoyanda gətirib. Yəni bunu gətirib qoyanda buradan cavabımız kosinüs 0 da 1 alır. Deməli ikinci sualımızın cavabı
R vektör beraber 1 I 1 J 1 K. Uzunluğunu alın. Modulunu kök altında 1'in kvadratı, 1'in kvadratı, 1'in kvadratı. O da kök altında 3. İkinci sualımız, birinci sualımız aslında. Divergent F beraber. Bakın divergent F'de neydi? Xüsusi törməsini alırıq, ya değil mi? Bakın burada xüsusi törməsini alanda X-ə görə deməli almalıyam. Onda X-ə görə törməsini alanda mənfi E üstündə mənfi X, çünki E üstündə mənfi X-in törməsidir. Sonra Y elən Z. Sonra plus ikinci tərəfin Y-ə görə törməsi. Görüyorsunuz bu hissə heç bir Y adiyyəti yoxdur. Ona görə onu yazırsınız. Üstündə mənfi XZ 1 plus X. Amma 1 bölü Y-in hissə 1 bölü 1 plus Y-in hissə törməsi mənfi 1 bölü 1 plus Y-in kvadratını verir. Üçüncü hissənin isə törməsini aldıq. Artıq bu integral açıq. Törməsi təzə aldığımızda əvvələ qaytarır. Deməli törməsini alıb üst limiti qoysaq, niyə üst limiti qoyuruz? Çünki x götürülmür. Biz z-ə görə xüsusi bir törəm alırıq. Onda bu da en üstündə mənfi x plus z, x plus z. Bu da sualın həlli oldu. Gördüyünüz kimi çox asan bir həll oldu. Əvvəlki videolarımda izləsəz zaten gördüyüm yolların isbatı var. Bu da ki izahı oldu zaten. Niyə buradan 1 bölü y-in törməsi götürüldü, bu alındı. Bu zaten 11-ci sinif riyaziyyatı. Sağ olun.